Sərfəli kredit adı ilə yüzlərlə insanı aldatdı. Saxta mütəxəssis saxlanıldı. Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb. Bu barədə reporta Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kiber polisin həyata keçirdiyi əməliyyat texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi adı altında insanların pulunu ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs şəxsi informasiyaları əldə elədikdən sonra mobil tətbiqlərə daxil olaraq zərər çəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb. Kənan Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.